Bərk cisimlərin və mayələrin xassələri. Ətraflı yazılı cavab tələb olunan tapşırıqlar. En kəsiyin sayısı 5 mm kvadrat olan polad məftildən kütləsi ən azı nə qədər yük asdıqda o qırılır. Möhkəmlik həddimizdə 5/8 paskaldır. Bildiyimiz kimi möhkəmlik həddinin düsturu sigma bərabərdir, F bölü S-dir. Və biz ağırlıq qüvvəsinin təsirinə görə MJ bölü S yaza bilərik. Möhkəmlik həddimiz 5/10⁻8 paskaldır. Bərabərdir, kütlə istənilir, R'miz 10. Sahəmiz də 5 mm kvadrat, metr kvadrata çevirəksə 10⁻6-ya vura bilərik. Buradan M bərabərdir 25 vurulsun 10 üstü 2 bölünsün 10 olacaq. Buradan da 250 kilogram taparıq. İkinci tapşırıq 3,6 vur 10 üstü 5 joule stil miqdarı sərf etməklə ərimə temperaturunda götürülmüş 4 kilogram isin hansı hissəsini əritmək olar? Biz ilk öncə 4 kilogram əritmək üçün lazım olan istili miqdarını təyin edək. Yəni 1,8 vurulsun 10 üstü 5 vurulsun 4. O da bizə 7,2 vur 10 üstü 5 joule qiymət verəcək və bizə də 4 kilogram üçün, yəni 4 kilogram əritmək üçün cəmi 3,6 vur 10 üstü 5 joule istili miqdarı verilir. O zaman biz buradan 3,6-nın 7,2 vur 10 üstü 5-in hansı hissəsi olduğunu təyin edirik və görürük ki, 2/1-ni imkan verir ki, əridək. Belə çıxır ki, 4 kilogramın yarısını yalnız bizə verilən 3,6 vur 10 üstü 5 joule istili miqdarı əritməyə imkan verir. Ona görə cavabımız 2/1 olacaq. Üçüncü tapşırıq şaqlı yuxarı istiqamətdə yönəlmiş 2 metr bölü saniyə kvadrat təcili hərəkət edən liftin kabinəsində isladan mayeli kapillər boru şaqlı vəziyyətdədir. Lift dayanarkən boruda yaranan mayenin qalxma hündürlüyü necə dəyişər? Bildiyimiz kimi şaqlı yuxarı istiqamətdə hərəkət etdikdə hündürlük düsturumuz rho J plus H bölünsün Dacurus'un ev düsturu ilə hesablanır. Dayandıqda isə biz H bərabərdir 2 sigma rho J ilə hesablayırıq. Qalxma hündürlüyünün necə dəyişdiyini istəyir. Biz bunu ilk və son vəziyyət kimi qeyd edə bilərik. Və buradan da qiymətləri yerinə qoysaq 2 sigma rho'muz J'miz 10 üzərinə 2 metr bölü saniyə kvadratı gələriksə o zaman cavabımız 12. Rho J J'miz 12 tapdıq. H'ımız isə H bərabərdir 2 sigma ilə rho J J'nin qiymətini yerinə qoyaq 10 R, yəni 10 rho R düsturu ilə hesablanacaq. Son vəziyyətimiz əlbəttə ki. Sonra buradan 2 sigmaları tərəfi bir-birinə bölsək ixtisar edə bilərik. O zaman H ilk bölünsün H son vəziyyət bərabərdir. H ilk vəziyyətdə 1 bölünsün 12 rho R bölərik son vəziyyətinə. Buradan da tərsinə vursaq bərabərdir. İxtisarlarımızı aparsaq 10 bölünsün 12 olar. Yəni H ilk bölünsün H son. Buradan da biz cavab olaraq H son bərabərdir 12 H ilk. Hər tərəfi ona bölsək H son bərabərdir 1,2 H ilk. Yəni son vəziyyətdə əvvəlki vəziyyətindən 1,2 dəfə qalxma hündürlüyü daha çox olar. Nəticə olaraq 1,2 dəfə çox cavabını almış oluruq. Dördüncü məsələdə ərimə temperaturunda götürülmüş kristal maddənin tam əriməsi üçün